Bəzilərimiz kriptovalyutanı bataqlıq adlandırır. Bəzilərimiz qumar, bəzilərimiz sadəcə bir yatırım növü kimi görür. Amma əgər məndən soruşsanız ki, sən kriptovalyutanı nə kimi adlandırırsan, mən deyərdim qurtuluş. Mən kriptovalyutaya inanıram. Bəli, bugün inancıma görə itirirəm. Amma bir zamanlar da elə bu inanca görə qazanmışdım. İnandığım üçün qazanmışdım. Zaman keçdikcə burada ya qurda çevrilirsən, ya da qurbana. Bir yerdən sonra psixologiyan sarsılır. Ağlınla yox, hisslərinlə hərəkət edirsən. Və bir gün anlayırsan ki, sən artıq olmayacaq xəyalların və bəlkələrin içində yaşayırsan. Hamımız eyni gəmidəyik. Və əgər bu gəmi batacaqsa, fərqi yoxdur. Çünki mən bu gəmiyə minmədən öncə batmışdım. Bu gəmi mənim üçün sadəcə bir sınaqdır. Əgər buradan sağ çıxsaq, əgər bu gəmi batmasa, o xəyalları reallaşdıracam. O bəlkələri reallaşdıracam. Çünki bir ömür boyu sürünərək yaşamaqdansa, xəyalların uğrunda ölmək ən böyük şərəfdir. Kriptovalyuta sadəcə bir ticarət deyil. Kriptovalyuta bir strategiyadır. Kriptovalyuta milyarderlərin oyun meydanıdır. Böyük balinalar inancımızı sındırmağa çalışır. Bizi ya yem, ya da yemək kimi görürlər. Amma burada, bu dənizdə, bu fırtınada yem olmamaq üçün bir şey lazımdır. Səbir, inanc və təcrübə. İnvestor olmaq sadəcə qazanmaq deyil. İnvestor olmaq düşəndə ayağa qalxmaq deməkdir. Çünki bu bazar səni hər dəfə sınayır. Səni qorxudur, əlindəkilərini daha ucuza almaq istəyir. Səni aldatmaq istəyir. Bu kriptovalyuta dünyası hər kəsi dibə vurur. Amma o dibi görmədən zirvəni qiymətləndirə bilməzsən. İtirmək bəzən ən böyük dərsdir. Çünki hər dəfə yıxıldıqda bir şey öyrənirsən. Səbir, analiz, risk, inan, nizam və özünə hörmət. Əsl investor qazananda sevinmir, itirəndə də qorxmur. O sadəcə prosesə inanır. Çünki bilir ki, bazar hamını sınağa çəkir. Amma yalnız sarsılmayanlar sağ qalır burada. Ona görə də mən qorxmuram. Çünki artıq dibdə olmuşam. Mən o dibi görmüşəm. Və dibi görən insan artıq yalnız yuxarıya qalxa bilər. Kriptovalyuta əgər bir dəlilikdirsə, hər kəsə salam Kripto Azərbaycan izləyiciləri, qarşınızda ən böyük bir dəli.